Bağışlayan və mehriban Allahın adı ilə. Ramazan ayının 19-cu gecəsində hər birinizi xoş gördük. Bilirsiniz ki, Ramazan ayında 1000 aydan fəzilətli olan Qədr gecəsi vardır ki, rəvayətlərdə bu Qədr gecəsi Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecəsidir ki, bu gün də ilk Qədr gecəsi hesablanır. Bugünün ən böyük əzəməti isə, ən böyük üstünlüyü isə Həzrəti Əli əleyhissalam, möminlərin əmiri, vilayətin şahı, vilayətin günəşi olan Həzrəti Əli əleyhissalamın mehrabda zərbətləndiyi gecədir ki, Həzrəti Əli əleyhissalam ədalət simvoludur. Əli əleyhissalam yetimlər atasıdır. Əli əleyhissalam elə bir şəxsiyyətdir ki, Peyğəmbər salavatullah, Allahın özü həmin şəxsi məth eləyir, həmin şəxsi tərif eləyir. Həzrəti Əli əleyhissalam Peyğəmbər salavatullahın vəfatından sonra 25 illik səbir və sükutundan sonra elə ki xilafət məqamına ki yetişdi, bir neçə illik xilafət dövründən sonra və o dövrdəki ədalət carçısı idi, hər kəsin haqqını özünə qaytardı, hər kəsin istədiyini özünə qaytardı, hər kəs nəyə layiq idi, həmin şəxsiyyət idi. Rəvayət və hədislərdə gəlmişdir